Hörmətli Azərbaycan xalqı, bax, biz dəfələrlə deyirik, amma heç kimə maraqlı deyil. Deməli, hakimiyyətdə oturanlara xalq maraqlı deyil. Baxın, Gəncənin mərkəzidir. Baxın, Gəncənin mərkəzidir. Gəncənin mərkəzində zibili yığan yoxdur. İfuniyyətdən buradan keçmək mümkün deyil. Kimə deyək sözümüzü? Deməli, ölkə baxımsız vəziyyətdədir. Ölkəni baxımsız vəziyyətə qoyanlar kimdir? İcra hakimiyyətləri. Bu zibilləri yığıb icra hakimiyyətinin düz məhləsinə aparıb töymək lazımdır. Çünki bu adama maraqlı deyil Gəncəlilər, Gəncənin zibilxanaları, iy verib iylənən ifunət. Burada bu xalqın, bu Gəncələrin evladı sağlam olarmı? Görün. Hara baxırsan zibillik, hara baxırsan ifunət. Bu körpələrimiz xəstə böyüyür. Siz qəsdən eləyirsiniz ki, bu körpələrimiz Azərbaycanda inkişaf olmasın, Azərbaycanda insanlar artmasın. Elə ona görə də uşaq pulunu vermişsiniz. Siz sadəcə şərəfsizsiniz. Pul sizin olmayan şərəf deşiyinizə.